Konkret olarak bugün çok deyilir ki, analog olmayan bir iqtisadi inkişaf və yaxud lider ölkə. Amma təbii ki, bu iqtidar sübut elədi ki, doğrudan da lider ölkədir, amma seçkini saxtalaşdırmaq nəticəsində. Lider ölkədir, ona görə ki, ölkədə total qanun insan haqları pozulur. Şəxsən ölkənin bütün seçki dairələrində demək olar ki, məntəqələrdə səslər sayılmadır. Biri də 20 sayılı Nərman üçün seçki dairəsində. Ümumiyyətlə, məntəqələrdə bültenlər sayılmadı. Dedilər ki, hələ baş idarədən məlumat gəlmir. Hətta məntəqə sədri seçki dairəsində idarə edir. Yəni bu cür olur və səhəri isə səhər saat 9-da dairələrdə artıq protokollar hazır idi və səslər sayılmadan ağlara kimin nə gəlibsə o cürdə rəqəmlər yazılıb və elan olundu. Mən düşünürəm ki, bugün Azərbaycanda çox gözəl bir siyasi situasiya yaranıb, əslində qalsa bu müxalifətin xeyrinə olan situasiyadır və bu fikirlərdə razıyam ki, ən azı bir yerdə olmaq lazımdır və kabinetlərdən çıxmaq lazımdır. Bugün biz yenidən Milli Şura ideyasında mən dəstəkləyirəm, ictimai parlamenti yaranmasına dəstəkləyirəm. Ancaq mən düşünürəm ki, bugün müxalifət və hesab edilir ki, bir cəhbətçi olaraq, bir vətəndaş olaraq ayın 8-də müxalifət kütləvi aksiyaların keçirilməsini elan edəcək. Çox təəssüflər olsun ki, bunun üçün gecikdik. Amma yenə də biraz vaxtı var. Mən düşünürəm ki, o ictimai parlamentin və Milli Şuranın da paralel olaraq hər bir hüququ tapdalanmış siyasi partiyalar var burada geniş şəkildə bugün iştirak olundu. Onların nümayəndəsindən ibarət Birləşmiş Müxalifətin miting komitəsi yaradılsın və miting komitəsi iqtidarın hakimiyyətin istefasından nail olana qədər bu birlik geçsin və ondan sonra ölkədə digər situasiyaların keçilməsi üçün, yazılması üçün addımlar atılsın. Mən hesab edirəm ki, bugünkü məclisdə, yəni bu təşəbbüslə, bu fikri təşkil edirəm ki, konkret olaraq qarşına gələn proseslərdə, yerlərdə müxalifətçilər kütləvi aksiyaların keçirilməyini istəyirlər. Yəni bu cürdür və düşünürəm ki, bu müxalifətin o pasiv ruhdan düşmüş elektorat ki var, onları aradan, bu pasivini aradan qaldırması üçün ən böyük stimul olur. Təşəkkür ederim.